Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Mən Azərbaycan dili üzrə təlimçi müəllim Qasımova Rəya. Bugün sizlərə yeni bir mövzunun izahı ilə gəlmişəm. Mövzumuz sifət adlanır. Gəlin çox vaxt itirmədən keçək yeni mövzumuzun izahına. Sifət nədir? Sifət nəyə deyilir? Sifəti digər nitq hissələrindən fərqləndirən özünə məxsus xüsusiyyətlər nələrdir? Məhz bugün bu kimi məsələlərə toxunacağıq. Gəlin ilk növbədə görək sifət nəyə deyilir. Sifət əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Sifət deməli nə bildirdi? Əlamət və keyfiyyət. Gəlin indi sizinlə danışaq sifətin mənaca növləri haqqında. Görək sifətin mənaca növləri hansılardır? Sifətin mənaca növləri. 1. Rəng bildirən sifətlər. Deməli, sifətlər rəng bildirir. Rəng bildirən sifətlərə nələri misal göstərmək olar? Məsələn, qara, qırmızı, sarı, yaşıl və s. Gəlin bir neçəsini qeyd edək. Qara, sarı və s. İkinci, dad bildirən sifətlər. Deməli, sifətlər həm də dad bildirir. Dad bildirən sifətlər. Məsələn, duzlu, duzsuz, turş, kəmşirin, şirin və s. Turş, şirin, acı və s. Daha sonra forma bildirən sifətlər. Məsələn, uzun, uzunsov. Gəlin qeyd edək. Uzun, uzunsov və s. Daha sonra 4. Həcm bildirən sifətlər. Məsələn, böyük, kiçik. Kiçik. 5 və 6. 5-ci sifətlər. Əlamət bildirən sifətlər hesab olunur. 5 əlamət bildirən. Gəlin altını da qeyd edim, ikisini eyni zamanda izah edək. 6 keyfiyyət. Bildirən sifətlər. Gəlin 5 və 6-ya xüsusilə toxunaq. Nə üçün? Baxın, biz sifətin tərifini deyərkən orada da əlamət və keyfiyyət sözlərinə toxunuruq. Sifət nə idi? Sifət əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Gəlin ilk növbədə əlamət bildirən sifətlərə və keyfiyyət bildirən sifətlərə bir neçə nümunə çəkin. Əlamət bildirən sifətlər, məsələn, qara, sarışın, daha sonra uzunsov, nurani və s. eyni qədər. İndi isə keyfiyyət bildirən sifətlər. Məsələn, ağıllı, qonaqpərvər, dürüst və s. Deməli, əlamət bildirən sifətlər nədir? Gəlin, baxın, belə yadda saxlayaq. Əlamət bildirən sifətlər üzdə görünən, zahiri əlamətlər hesabı olunur. Məsələn, üzdə görünən nələrdir? Mən əgər bir şeyi gözümlə görürəmsə, baxarkən, deməli, bu əlamətdir. Baxın, məsələn, mən deyirəm ki, qara kitab. Kitabın qara olduğunu mən görürəm də. Bilirəm ki, bu qaradır, qırmızıdır. Baxın, bu əlamətdir. Məsələn, nurani bir qoca. Mən qocanın nurani olduğunu görürəm. Deməli, bu nədir? Əlamət. Əgər mən onu gözümlə görürəmsə, deməli, bu əlamət sayılır. Bəs keyfiyyət nədir? Keyfiyyət isə gözlə görünməyən daxili xüsusiyyətlər hesab olunur. Mən bir insana baxarkən, baxın, məsələn, ağıllı sözünü götürək.
Mən bir insana baxarkən ilk növbədə onun ağıllı və yaxud da ağılsız olduğunu bilmirəm. Gərək həmin insanla mən münasibətdə olam, onu yaxından tanıyam və onun daha sonra ağıllı olub olmadığına qərar verəm. Deməli, əlamət bildirən sözlər olduğu zahiri xüsusiyyətlər, təbii ki, bunlar sifət olmalıdır. Keyfiyyət bildirən xüsusiyyətlər isə bir növ daxili xüsusiyyətlərdir. Təbii ki, bunlar da öz növbəsində sifət olmalıdır. Baxın, bunları bir növ belə də yadda saxlaya bilərik. Düşünün ki, hər hansı bir şəxs itkin düşür və onu itkin düşərkən onu axtarışa verirlər. Və onu axtarışa verən zaman qeyd edirlər ki, itkin düşən şəxsin əlamətləri bunlardır. Məsələn, boyu uca boy, saçları qara, gözləri qəhvəyi, məsələn, əynində qara köynək və s. Görürsünüz, onun zahiri əlamətlərini sadaladılar. Düşünürəm ki, bu sizlər üçün aydın oldu. Bəs keyfiyyət nələrdir? Düşünün ki, məsələn, hər hansı bir geyim növü alırıq və yaxud da ki, özümüz üçün hər hansı bir məhsul sifariş veririk. Biz ilk növbədə o geyimə baxarkən və yaxud da ki, həmin məhsula baxarkən onun keyfiyyəti və keyfiyyətsiz olduğunu özümüz üçün müəyyən edə bilmirik. Gərək biz həmin müəyyən məhsulu alaq, bir növ, yəni bir müddət istifadə eləyək, daha sonra onun keyfiyyətli və yaxud da ki, keyfiyyətsiz olduğuna qərar verək. Və yaxud da ki, hər hansı bir geyim alarkən ilk növbədə, baxın, yenə deyirəm, biz onun keyfiyyətli olduğunu bilmirik. Həmin geyimə toxunuruq, baxın, belə toxunuruq. Biz daha sonra qərar veririk ki, aha, bunun materialı keyfiyyətlidir, yoxsa keyfiyyətsiz. Amma ilk növbədə biz geyimə baxarkən onun keyfiyyətli və keyfiyyətsiz olduğunu müəyyən edə bilmirik. Düşünürəm ki, əlamət və keyfiyyəti sizlər üçün lazım qədər izah edə bildim. Sifətin mənaca növləri bu qədər. İndi isə keçmək istəyirəm sifəti digər nitq hissələrindən fərqləndirən ən əsas xüsusiyyətə. Gəlin keçək. Sifəti digər nitq hissələrindən fərqləndirən ən əsas xüsusiyyət sifətin dərəcə çalarlarından malik olmasıdır. Sifətin dərəcələri. Sifətin dərəcələri. Sifətin 3 dərəcəsi var. Adi dərəcə, azaltma dərəcə və çoxaltma dərəcəsi. Baxın, adi dərəcə, azaltma dərəcəsi və çoxaltma dərəcəsi. İndi isə gəlin hissə-hissə bu məqamların hər birinə toxunaq. İlk növbədə danışmaq istəyirəm adi dərəcədən. Adi dərəcə digər dərəcələr üçün normadır. Baxın, indi biz keçərkən ətraflı şəkildə tanış olacağıq. Azaltma və çoxaltma dərəcəsi həm morfoloji üsulla yaranacaq, həm də sintaktik üsulla. Bunu indidən nəyə görə deyirəm? Baxın, adi dərəcə. Sifətin azaltma və çoxaltma dərəcəsinin istər morfoloji, istərsə də sintaktik xüsusiyyətlərini qəbul etməmiş istənilən sifət adi dərəcə hesab olunur. Məsələn, mən deyirəm ki, xəstə, mən deyirəm yaşıl, mən deyirəm duzlu, mən deyirəm, məsəl üçün, nurani, mən deyirəm qaradinməz. Deməli, biz əgər hər hansı bir sifətdə, baxın, hər hansı bir leksik və qrammatik şəkilçi demirəm, hər hansı bir sifətdə azaltma və çoxaltma dərəcəsinə məxsus morfoloji və sintaktik şəkilçiləri və yaxud da ki, sözləri görmürüksə, o zaman həmin sifət adi dərəcəli sifət hesab olunur. Adi dərəcə çox asan, adi dərəcədən bu qədər. İndi keçək azaltma dərəcəsinə. Gəlin mən bunları sileyim. Çünki biz artıq bildik ki, sifətin 3 dərəcəsi var. Gəlin bir də təkrarlayaq. Adi dərəcə, azaltma dərəcə və çoxaltma dərəcəsi. Danışaq azaltma dərəcəsindən. Azaltma dərəcəsi bayaq qeyd etdiyim kimi 2 yolla düzəlir. Morfoloji yol və sintaktik yol. Gəlin bir cədvəl çəkək. Baxın, özümüz üçün belə bir cədvəl çəkirik və 2 hissəyə ayırırıq. Deməli, morfoloji yol
Bu yol xüsusi olaraq bir sıra şəkilçilərin köməyi ilə düzəlir. Ona görə də burada mörtəzəyə şəkilçi yazıram. Və sintaktik yol. Sintaktik yol. Burada isə mörtəzəyə söz yazıram. Yəni sözlərin köməyi ilə düzəlirlər. Gəlin ilk növbədə morfoloji yolla düzələn sifətlərimizə baxaq. Morfoloji yola bayaq da dedim ki, bir sıra şəkilçilər daxildir. Məsələn, sov, şın, ımsov, ımtıraq, yalnız, rəq. Baxın bu şəkilçilər. Gəlin hər birinə indi nümunə deyək. Sov, uzun sov, şın, qara şın, ımsov, məsələn, göyüm stov, yəni göyə çalın. Imtıraq, sarım tıraq, yalnız, qara yalnız, sarı yalnız, qara yalnız. Raq, məsələn, yaxşı raq, gödərək və s. Morfoloji yolla düzələn şəkilçilərə sov, şın, ımsov, ımtıraq, yalnız, raqdakı misal göstərə bilərik. Onu da qeyd edim ki, baxın, bu şəkilçilərin hər biri qrammatik şəkilçi hesab olunur. Baxın, qrammatik şəkilçilər. Ümumiyyətlə qeyd edim ki, sifətin istər azaltma dərəcəsinin şəkilçiləri, istərsə də çoxaltma dərəcəsinin şəkilçiləri qrammatik şəkilçi olacaq. Leksik şəkilçi deyil. Daha sonra indi keçək sintaktik yola. Baxaq, sintaktik yolla sözlər daxildir. Gəlin bu sözləri qeyd edək. Kəm, təhər, ala, açıq və az. Gəlin indi bunlara da aid bir neçə nümunə yazaq. Məsələn, kəm. Yazıram, kəm, şirin, kəm şirin. Daha sonra təhər. Yazıram, sarı, təhər. Daha sonra ala. Ala, qırmızı. Daha sonra açıq. Açıq, məsələn, qara. Az, az dozlu. Və s. Baxın, sintaktik yolla düzələn sifətlərə isə kəm, təhər, ala, açıq və az sözlərini misal göstərmək olar. Onu da qeyd etmək istəyirəm ki, kəm və təhər qeyd etdiyim kimi sözə bitişik, ala və açıq qeyd etdiyim kimi, baxın, defslər, az isə, üzr istəyin, az isə ayrı yazılır. Məsələn, ola bilər ki, hansı bir testdə kəmi şirin sözündən ayrı yazar, bu səhvdir. Həmçinin təhəri də ayrı yazar və yaxud da ki, defislə yazar, bu da böyük yanlışlıqdır. Çünki kəm və təhər sözləri sifətlərə bitişik yazılır. Məsələn, ala sözü, açıq sözü defislə yazılır. Ola bilər ki, hansı testdə ala açıq sözlərini sözlərə birləşik və yaxud da ki, ayrı yazarlar. Bu da böyük səhv hesab olunur. Az sözü isə, baxın, gördüyümüz kimi o da ayrı yazılır. Mən burada xüsusi olaraq açıq sözünə toxunmaq istəyirəm. Gəlin, buranı silək.
bura indi 2 nümunə yazacağam. Məsələn, yazıram açıq qara və yazıram açıq qapı. İndi deyə bilərsiniz bu sözlərdən hansılar sifətin azaltma dərəcəsindədir, hansılar isə azaltma dərəcəsində deyil. Baxın, ilk baxışdan oxşuyur açıq qara və açıq qapı. Hər ikisi sifətin azaltma dərəcəsinə oxşuyur. Ancaq açıq qara azaltma dərəcəsində olduğu halda, açıq qapı isə azaltma dərəcəsində deyil. Çünki biz dedik ki, baxın, açıq və ala sözlərinin azaltma dərəcəsini ifadə edə bilməsi üçün onun defislə yazılması və ondan sonra sifət gəlməsi mütləqdir. Əgər açıq sözü, ala sözü defislə yazılmır və ya ondan sonra sifət gəlmirsə, deməli həmin söz azaltma dərəcəsində hesab edilmir. Gəlin indi açıq qapıya baxaq. Baxın, açıq sözü nə? Defislə yazılmayıb. Nə də ki, açıq sözündən sonra sifət gəlməyib, isim gəlib. Axı dərəcə əlamətləri ismə deyil, sifətə aiddir. Sifətin özünə məxsus xüsusiyyətidir axı. Deməli, açıq sözü defislə yazılmadığına görə və yaxud da ki, ondan sonra sifət gəlmədiyinə görə burada açıq qapı sifətin azaltma dərəcəsi hesab olunmur. Qapı isimdir, açıq sözü isə sifətin adi dərəcəsində olan söz hesab olunur. Gəlin, indi keçək sifətin çoxaltma dərəcəsinə. İndi keçək çoxaltma dərəcəsinə. Yazaq. Çoxaltma. Mən yenə də lövhədə bir cədvəl çəkəcəm və lövhəni iki hissəyə ayıracağım. Sifətin çoxaltma dərəcəsi də azaltma dərəcəsində olduğu kimi iki yolla yaranır. Morfoloji və sintaktik. Morfoloji, bayaq da qeyd etdiyim kimi, bu şəkilçinin köməyi ilə yaranır və sintaktik. Bu isə yaranır sözlərin köməyi ilə. Gəlin görək, sifətin çoxaltma dərəcəsi, morfoloji xüsusiyyətləri hansılardır? Hansı şəkilçilərin köməyi ilə yaranır? İlk növbədə bura aid edirik M, P, R və S ünsürlərini, C, C şəkilçisini və appaq şəkilçisini. Məsələn, M, P, R, S-ya nümunə çəkək. Məsələn, qap, qara. Gördünüz. Daha sonra gəlin C-ya nümunə çəkək. Xırdaca, xırdaca və appaq, ağappaq. Bu biraz qeyri-məhsuldar şəkilsidir. Yəni bunu o qədər də görməyəcəyik. Ağappaq. Ağappaq. Bu da oldu sifətin çoxaltma dərəcəsinin morfoloji üsulu. Gəlin görək M, P, R və S ünsürləri ilə yaranan sifətlər necə sifətlərdir? Yəni bunlar necə yaranır? Baxın, mən lövhəyə hər hansı bir sifət yazıram, qara. Daha sonra həmin sifətin ilk saytinə qədər olan hissəni götürürəm. Daha sonra M, P, R və S ünsürlərindən birini hansı uyğundursa, təbii ki, onu əlavə edirəm. Təbii ki, bura P uyğundur. Və artıq mənim çoxaltma dərəcəm hazırdır. Qap-qara. Daha sonra gəlin birini də yazaq, daha da aydın olsun. Qırmızı. Sözün ilk saytına qədər olan hissə. Baxın, ilk sayt I-dır da. I-ya qədər olan hissəni götürdüm. Daha sonra M, P, R və S ünsürlərindən uyğun olanı əlavə edirəm. Qıp, qırmızı. Və bu sözümüz birləşik yazılır. Bu qədər. C. C isə bayaq qeyd etdiyim kimi xırdaca. Çoxaltma dərəcəsi bəzən bir şeyi həddən artıq çoxaldır. Məsələn, qapqara. Bir var qara, qara adi dərəcədir. Bir var isə qapqara, yəni qaradan da qaradır.
Bir də var ki, bir şeyi həddindən artıq kiçildir. Həddindən artıq kiçildir. Baxın, xırda onsuz da adi dərəcəli olan bir sözdür. Xırdaca, yəni xırdadan da xırda. Elə bil ki, onu daha da bir çoxaldır, xırda olduğunu daha da bir çoxaldır, xüsusi vurğu ilə qeyd edir. Daha sonra keçək sintaktik yola. Bura daxildir. Ən, lap, daha, çox, olduqca, ədatları, təbii ki, bunlar ədaddırlar. Daha sonra tünd, zil. Baxın, sintaktik yola da daxildir bunlar. Ən, lap, daha, çox, olduqca, tünd və zil. Gəlin nümunə yazaq. Məsələn, gözəl əgər adi dərəcələdirsə, mən deyirəm ki, ən gözəl. Baxın, buraya yazıram. Ən gözəl. Ən hündür. Ən hündür. Çox dadlı. Və s. Daha sonra tünd. Məsələn, yazıram. Tünd yaşıl. Baxın, tünd sözümüz defislə yaranır. Və zil. Yazıram mən bura. Zil, qara. Zil qara isə sözdən ayrı yazılır. Nə birləşik, nə defislə yazılmır. Ayrı. Mən burada da toxunmaq, təbii ki, ədatlarımız ən, lap, daha çox, olduqca ədatları da sözdən ayrı yazılır. Mən burada toxunmaq istəyirəm tünd sözünə. Necə ki, bayaq sifətin azaltma dərəcəsində açıq sözünə toxunmuşduq. Burada da toxunmaq istəyirəm tünd sözünə. Məsələn, yazıram. Tünd yaşıl. Və yazıram tünd çay. Bayaq da qeyd etdiyim kimi, tünd və açıq sözlərinin dərəcə bildirməsi üçün tünd və açıq sözləri defislə yazılmalıdır. Azaltma sözündə açıq, daha doğrusu azaltma dərəcəsində açıq, çoxaltma dərəcəsində isə tünd sözü defislə yazılmalıdır və özündən sonra hökmən sifət gəlməlidir ki, biri azaltma, biri də çoxaltma dərəcəsini ifadə etmiş olsun. Tünd yaşıl defislə yazıldı və özündən sonra sifət gəldi. Bəli, deməli bu çoxaltma dərəcəsindədir. Biri də var, yazıram tünd çay. Baxın, çay sözü isimdir. Dərəcə, bu çoxaltma dərəcəlidir sizcə. Tünd çay, xeyr. Çünki tünd sözünün çoxaltma dərəcəsi bildirməsi üçün özündən sonra hökmən sifət gəlməli idi. Amma burada isim gəlib və tünd sözü defislə yazılmalı idi. Deməli, burada tünd çay çoxaltma dərəcəsində deyil, çay isimdir. Tünd sözü isə adi dərəcəli sifət hesab olunur. Sifətin dərəcələrindən bu qədər. İndi isə keçmək istəyirəm sifətin isimləşməsini. Gəlin isimləşməyə də keçək, onun da haqqında danışaq. Bildiyimiz kimi, məsələn, isim sifətləşə bilir. Yəni, bu nə deməkdir? Yəni, isim sifətin xüsusiyyətlərini qəbul edir. Həmçinin sifət də isimləşə bilir. Sifət də ismə məxsus bir neçə xüsusiyyəti qazana bilir. Gəlin görək sifətin isimləşməsi. Sifət isimləşən zaman bir sıra xüsusiyyətlərini itirir, yəni özünə məxsus xüsusiyyətlərini itirir, ismə məxsus xüsusiyyətləri isə qazanır. Gəlin görək sifətin itirdiyi və qazandığı xüsusiyyətlər nələrdir? Baxın, yenə mən burada cədvəl çəkəcəm ki, sizin üçün daha da aydın olsun. Bura yazacağım sifətin itirdiyi xüsusiyyətlər. Buraya yazacağım sifətin qazandığı xüsusiyyətlər.
Başlayaq. Sifətin itirdiyi xüsusiyyətlər. Deməli, sifət isimləşərkən necə, nə cür və hansı? Bilirik ki, bunlar sifətin sualları hesab olunur. Sifət isimləşərkən necə, nə cür və hansı suallarına cavab verməyi itirir. Yəni, necə, nə cür, hansı suallarından heç birinə cavab vermir. Cümlədə təyin olmağı itirir. İsimləşmiş sifət çünki cümlədə təyin olmaz. Daha sonra aid olduğu ismin yanında işlənməz. Yəni, aid olduğu ismi itirir. Deməli, necə, nə cür, hansı sualına cavab verməli itirdi. Cümlədə təyin olmağı itirdi. Aid olduğu ismi itirdi. Yəni, aid olduğu ismin əvvəlində işlənmir. Ayrılıqda işlənir. Daha sonra gəlin görək sifətin qazandığı xüsusiyyətlər nələrdir? İsmin suallarına cavab verir. Təbii ki, öz suallarına cavab vermirsə və isimləşirsə, deməli, ismin suallarına cavab verir. İsmin suallarına cavab verir. Cümlədə təyin olmur. Bəs təyin olmursa nə olur? İsimləşirsə cümlədə mübtəda və tamamlıq ola bilər. Cümlədə mübtəda və tamamlıq ola bilər. Və aid olduğu ismi itirdi və bunun yerində ismin bir sıra göstəricilərini, kateqoriyalarını qəbul edir. Bunlar hansılardır? Təbii ki, cəm, hal və mənsubiyyət. Cəm, hal və mənsubiyyət. Xəbərini niyə qeyd etmədim? Çünki sifət xəbəri şəkilçisini qəbul etmədən də cümlədə təyin ola bilir. Bunun üçün yəni sifətin isimləşməyinə ehtiyac yoxdur. Yəni ümumiləşdirək, sifətin isimləşməsi, sifət bir sıra xüsusiyyətləri itirir. Necə, nə cür, hansı suallara cavab verməyi, cümlədə təyin olmağı və aid olduğu ismin əvvəlində gəlməyi. Daha sonra sifətin qazandığı xüsusiyyətlər hansılardır? İsmin suallarına cavab verir. Cümlədə mübtəda və tamamlıq olur. Cəm, hal və mənsubiyyət şəkilçilərini qəbul etmiş olur. Gəlin buna aid nümunə yazaq. Bayaqda qeyd etdiyim kimi, sifət iki yolla isimləşə bilir. Ya aid olduğu ismi itirir. Baxın, gəlin bura qeyd edim. Aid olduğu ismi itirir, yəni onun yanında gəlmir. Və iki, ismin hal, mənsubiyyət və cəm şəkilçisini qəbul edir. Gəlin nümunə yazaq. Məsələn, mən belə bir cümlə yazıram. Yaralı oğlanı həkimə apardılar. Baxın, apardılar, nə etdilər? Apardılar. Kimi apardılar? Oğlanı. Hansı oğlanı? Yaralı oğlanı. Baxın, yaralı sözü sifətdir, elə deyilmi? Və yanında da isim gəlib. Və yaralı sözü də sifətin sualına cavab verdi və cümlədə təyin oldu. Hələ isimləşməmiş hesab olunur. Əgər bir sifət cümlədə necə, nə cür, hansı suallarına cavab verirsə, cümlədə təyin olursa, o hələ isimləşməmiş sayılır. Baxın, indi mən yazacağım. Yaralını, baxın, ismini itirdi. Həkimə apardılar. Apardılar, nə etdilər? Apardılar. Kimi? Yaralını. Baxın, ismin suallarına cavab verdi
Bəli. Təsirli halın sualına cavab verdi. Sualına cavab verdi. Bəli. Yaralı n təsirli halın şəkilçisini qəbul etdimi? Bəli. Biz nə yazmışdıq? İsmin halını, mənsubiyyətini və cəmini qəbul edir. Halını qəbul etdimi? Bəli. Və ismin sualına cavab verdi. Bəli. Cümlədə hansı cümlə üzvü oldu? Tamamlıq. Deməli, yaralı sözü burada isimləşmiş hesab olunur. Onu da qeyd edim ki, əgər bir sifət isimləşirsə, cümlədə mübtəda tamamlıq olursa və ismin sualına cavab verirsə belə, həmin söz morfoloji cəhətdən yenə də sifət sayılır. Morfoloji cəhətdən, yəni morfoloji nə deməkdir? Nitq hissəsi olaraq yenə də sifət sayılır. Morfoloji cəhətdən sifət sayılır. Yəni sifət olaraq qalır. Belə əziz izləyicilər, bugünlük izahım bu qədər. Əgər izahım sizin üçün faydalı oldusa və bu kimi izahların ardından gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Bugünlük bu qədər. Hələlik.